Abşeron rayonu Xırdalan qəsəbəsində yerləşən mənzildə cəzaçəkmə müəssisəsinin sabiq rəisinin meyiti aşkarlanıb. Oxaz xəbər verir ki, 1968-ci il təvəllüdlü Nurəli Mahiyyəddin oğlu Eyvazovun meyidi qonşuların hüquq mühafizə orqanlarına müraciətindən sonra müəyyən edilərək aidiyyatı üzrə təhvil verilib. Qonşuların müraciətinə səbəb həmin mənzildən kəskin qoxunun gəlməsi olub. Mənzilin qapısı açıldıqdan sonra ev sahibi Nurəli Eyvazovun meyidi otaqlardan birində aşkarlanıb, cəsədin vəziyyətindən onun bir neçə gün əvvəl vəfat etdiyi müəyyən olunub. Bildirilib ki, ailə üzvlərinin bu hadisədən xəbəri olmayıb. Mərhumun həmin evdə tək yaşadığı qeyd olunur. Qeyd edək ki, Nurəli Eyvazov uzun illər penitensiar xidmətdə müxtəlif vəzifələrdə işləyib. O təqaüddə olan ədliyyə polkovniki olub. Nurəli Eyvazov əvvəllər 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin, sonuncu dəfə isə Qobustanda yerləşən 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib. O bir neçə il əvvəl təqaüdə çıxıb. Gəncə şəhərində isə 2001-ci il təvəllüdlü, yəni 25 yaşlı Royal Məmmədov adlı şəxs bıçaqlanıb. O bədənini kəsilmiş, deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq Royal Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Polislərin keçirdiyi müvafiq tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Murad Hacıyev saxlanılaraq istintaqa təhvil verilib. Gəncə şəhər prokurorluğunun məlumatına görə faktla bağlı cinayət məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hacıyev prokurorluq əməkdaşları tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub. Tovuzda fermada gənc qadının meyidi tapılıb. Qafqaz info bildirir ki, hadisə rayonun Qovlar şəhərində qeyd alınıb. Məlumata görə Daşkəsən rayon sakini 1999-cu il təvəllüdlü Aygün İsmailovanın meyidi fermada aşkarlanıb. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.